Salam, hər vaxtınız xeyir olsun uşaqlar. İndi sizinlə 8-ci sinif fizika dərsliyinin 2-ci hissəsindən dalğanı xarakterize edən fiziki cəmiyyətlər mövzusunun öyrəndiklərinizi tətbiq edin və öyrəndiklərinizi yoxlayın hissəsindəki tapşırıqlara baxacağıq uşaqlar. Biz bu mövzunu keçdiyimiz zaman öyrənmişik. Deməli, dalğanı xarakterize edən hansı cəmiyyətlər var idi uşaqlar? Bir göz gəzdirək həmin hissəyə. Dalğa uzunluğu deyilən bir anlayış var idi. Dalğa uzunluğu necədir? İki qabarıq nöqtə arasında qalan və yaxud da ki, iki çökəklik arasında qalan məsafədir. Baxın, indi burada dalğa uzunluğu dedikdə, iki təpə nöqtəsi bax buradadır. Bunun arasında qalan məsafə bax bu, lambda dalğa uzunluğunu verir. Və yaxud da ki, tarazlıq nöqtəsindən ən çox uzaqlaşdığı məsafə amplitud adlanır. Bunu artıq bilirik və mövzu izahında eyni zamanda görmüşük ki, eyni zamanda sıxlaşmalar və seyrəkləşmələr arasında. Məsələn, baxın burada. Sıxlaşma buradadır, bir də növbətisi buradadır. Bu sıxlaşmalar arasında məsafə də dalğa uzunluğudur. Və yaxud da ki, seyrəkləşmələr də desək, baxın uşaqlar, burada da seyrəkləşmədir, burada da seyrəkləşmədir. Bu ikisinin arasında qalan məsafə yenə də lambda dalğa uzunluğunu verəcək. Və buradakı amplitud dedikdə, iki sıxlaşmanın arasındakı məsafə. Məsələn, amplitud bax budur. Belə uşaqlar. İndi bu ilkin anlayışları bir daha üzərindən keçdikdən sonra gəlin öyrəndiklərinizi yoxlayın və öyrəndiklərinizi tətbiq edin hissəsinə baxaq. Burada çalışma olaraq bizə verir ki, qrafikə əsasən dalğanın amplitudunu, periodunu və tezliyini hesablayın. Hesablayaq. Deməli, baxın, dalğanın amplitudunu deyir. Amplitud neydi? Tarazlıq vəziyyətindən ən çox uzaqlaşdığı məsafə. Tarazlıq vəziyyəti bax bu nöqtədə də, yəni uzun xətt. Bu nöqtədən ən çox uzaqlaşdığı məsafə nə qədər olur? 4 sm. Ona görə də A bərabərdir 4 sm yazaram. Periodunu deyir. Periodunu hesabladığımız zaman necə olur? Gəlin indi mən onu göstərim sizə. Biz bilirik ki, bir tam rəqsdə 4 amplitud var. İndi bunu bilərək bir tam rəqsi gəlin hesablayaq. Bax, buradan bura qədər 1 amplitud, sonra 2-ci amplitud, 3-cü və 4-cü amplitud. Tam rəqs bitdi. Tam rəqs bitdiyi zaman saniyə harda dayandı? 10 saniyənin üzərində. Demək ki, periodumuz nəyə bərabərdir? T bərabərdir 10 saniyə oldu. İndi tezliyin də soruşur. Tezliklə period bilirik ki, bir-biri ilə tərs asılıdır. 1 bölünsün T'yə, o da bərabərdir. 1-in ona nisbəti 0,1 saniyə üstü mənfi 1. Və yaxud da 1 bərabərdir 0,1 hertz. Çünki tezliyin vahidi həm saniyə üstü mənfi 1-dir, həm də hertzdir. İkisi ilə də ifadə edə bilərsiniz. Belə, deməli, uşaqlar, buradan bilməli olduğumuz məqam ondan ibarətdir ki, bir tam rəqsdə 4 amplitud var və burada 4 amplitud sayaraq gəlirik, bir tam rəqs olacaq. 1, 2, 3 və 4. Bunu hər zaman yadınızda saxlayın. Bütün bu qrafiklərdə doğru olur. İndi öyrəndiklərinizi yoxlayın hissəsinə baxaq. Burada deyir ki, şəkildə eninə və uzunluğuna dalğalarının sxemi təsvir olunmuşdur. Təsvir iş vərəqinə çəkərək dalğanın amplitudunu və dalğa uzunluğunu göstərir. Bax, yenə də göstərək. Dalğanın amplitudu dedikdə nəyi nəzərdə tuturduq? Tarazlıq vəziyyətindən ən çox uzaqlaşdığı məsafə. Bax bu. Dalğanın amplitudunu da yazaram bura. A amplitudunu göstərdim. Sonra deyir ki, neyini? Dalğa uzunluğunu. Dalğa uzunluğu da iki təpə nöqtəsi arasında qalan məsafədə. Bax, iki təpə nöqtəsi bunu götürürəm. Və bununla arasında qalan məsafə lambda hərfi ilə işarə edilir və dalğa uzunluğu bunu göstərir. Belə uşaqlar. Həm dalğa uzunluğunda, həm amplitudu eyni dalğa üçün göstərdim. İndi uzunluğuna dalğa üçün aşağıda göstərmək lazımdır. Dedik ki, uzunluğuna dalğada bu sıxlaşmalar arasındakı məsafə bizə verir amplitudu. Yəni, bax, bu məsafə amplitudu verir. Qeyd etdim. Bəs dalğa uzunluğu nədir? İki sıxlaşma və yaxud da ki, iki seyrəkləşmə arasında məsafə. Bax bu. İki sıxlaşmanı götürsən, bax bu arasında məsafə bizə yenə də verəcək lambda dalğa uzunluğunu.
İndi seyrələşmə üçün də yazmaq istəsəm, qırmızı ilə göstərirəm ki, qarışmasın. Bax, seyrələşmə burada deyil. Bu seyrələşmə ilə digər növbəti qonşu seyrələşmə arasında qalan bax bu uzunluq da bizə verir lambdanı daha uzunluğunu. Belə. Ümid edirəm ki, artıq geniş və ətraflı şəkildə bu hissələri mən sizə izah edə bildim. Sonra növbəti keçək ikinci suala. İkinci sualda deyir ki, verilmiş dalğa təsvirini iş vərəqinə çəkin. Bu dalğa ilə eyni tezlikli, lakin böyük amplitudlu dalğanı necə təsvir etmək olar? Yəni, siz bunu bir də dəftərinizə çəkəcəksiniz. Riyaziyyat dəftərinə çəkdiyinizə görə sizdə daha səliqəli alınacaq. Məndə körtəbi alınmağı biraz yəqin ki, körtəbi alınacaq, amma çalışacağam ki, yaxşı olsun. Əsas odur məğzin başa düşün. Deməli, necədir uşaqlar? Bu dalğa ilə eyni tezlikli, amma böyük amplitudlu. Amplitud tarazlıq mərkəzindən ən çox uzaqlaşdığı məsafə deyildi. Deməli, mən elə çəkməliyəm ki, tarazlıq vəziyyətindən yuxarı amplitudlu olsun. İndi burada da çəkmək istəyəndə yenə də aşağıya doğru daha böyük amplitudlu götürmüş olacam. İndi çəkməyə cəhd edim. Deməli, tezliyimiz eyni qalacaq. Sadəcə olaraq amplitudlar fərqlənəcək. Bunun üzəri ilə gedəcəm. Sadəcə amplitudlarım fərqlənir. Sonra bu yenə də bu qalxdı. Mən biraz uşaqlar yaxşı çəkə bilmirəm. Siz dəftərinizdə daha səliqə ilə çəkərsiniz. Belə, mən amplitudu bu şəkildə göstərdim. Yəni, amplitudun böyüklüyünü bu şəkildə sizə göstərdim. İndi nə etməliyəm növbəti? Deyir ki, B variantında. A variantını çəkdik. Tezliklərimiz eyni oldu. Amplitudu fərqli oldu. İndi bunu sileyim, B variantında işləyim üzərində. B variantında deyir ki, amplitudu eyni olsun, yəni tarazlıq vəziyyətindən ən çox uzaqlaşdığı məsafə eyni olsun, lakin tezliyi fərqli olsun. Tezlik nədir? Yəni dalğaların sayı çox olmuş olacaq. Yəni bax bu daha sıx şəkildə yerləşmiş olacaq. İndi bunu səliqəli şəkildə yazım. Amplitudlarımız eynidir, amma daha sıx şəkildə. Amplitudlar eyni olmaya bilər. Yenə də deyirəm, burada riyaziyyat vərəyi olmadığına görə körtəbi alına bilir. Yəni, bu şəkildə sizinlə bu B variantında həll etmiş olduq. Əsas odur uşaqlar, yenə də deyirəm, burada məğz neydən ibarətdir? Amplitudun böyüklüyü dedikdə tarazlıq vəziyyətindən ən çox uzaqlaşdığı məsafəni götürmək lazımdır. Yox, tezlik böyük olduğunu dedikdə isə daha çox dalğa çəkmək lazımdır. Belə uşaqlar, biz sizinlə bu şəkildə öyrəndiklərinizi yoxlayın və öyrəndiklərinizi tətbiq edin hissəsindəki tapşırıqları həll etmiş olduq. Yenə də hər zaman dediyimiz kimi, öz gələcəyinizin mimarı siz özünüzsünüz, əziz uşaqlar. Bu gələcəyi necə inşa etmək sizin əlinizdədir. Odur ki, gələcəyinizi gözəl inşa etmək üçün gələn görüşlərə qədər. Sağ olun uşaqlar.